Hər vaxtınız xeyir olsun, hər birinizi kanalımda xoş gördüm. Bu videomda sizlərlə həm asan, həm ucuz, həm də çox kövrək və ağızda ovulan ləzzətli peçenyələrin hazırlanmasını paylaşıram. Qaba 80 qram otaq temperaturunda yumşalmış kərə yağı və 1/3 stəkan şəkər tozu əlavə edib mikserin aşağı surəti ilə yağ və şəkər tozu ağarana qədər qarışdırıram. Ağaran yağ və şəkər tozuna 1/4 çay qaşığı şəkərsiz vanilin, əgər paket vanilindən istifadə edirsinizsə 1 paket və 1 ədəd yumurta əlavə edib mikserlə qarışdırmağa davam edirəm ki, şəkər tozu daha yaxşı həll olsun. Ardınca isə yarım limon qabığının rəndəsi, yarım çay qaşığı qabartma tozu və 1 dolu stəkan un əlavə edib xəmir yoğururam. Xəmiri hazırlayarkən əlimə yapışdığına görə 1 dolu xörək qaşığı da un əlavə edirəm və nəzərinizə çatdırım ki, ümumilikdə bu xəmir üçün 1 dolu stəkan və 1 dolu xörək qaşığı undan istifadə etdim. Xəmiri yoğurduqdan sonra isə əvvəlcədən yuyub mətbəx salfeti ilə qurutduğum 60 qram kişmişi xəmirin üzərinə əlavə edirəm və azca yoğururam. Hazırladığım xəmirdən qoz böyüklükdə götürüb əlimin içərisində kündələyirəm və yağlı kağız sərilmiş soba listinə bir-birindən aralı olmaqla düzürəm. Xəmirin hamısını bu şəkildə hazırladıqdan sonra isə gördüyünüz kimi ehmalca xəmirin üzərindən basıram və əvvəlcədən isidilmiş sobada 200 dərəcədə 10 dəqiqə bişirirəm. Gördüyünüz kimi peçenyeləri artıq sobadan çıxarmışam. Peçenyələrin alt hissəsi qızarıb, üzəri isə qızarmayıb və peçenyelər həm kövrəkdir, həm də çox ləzzətlidir. Buyurun siz də hazırlayın və nəticələri mənimlə paylaşmağı unutmayın. Kanalıma dəstək olmaq üçün kanalıma abunə olmağı və videolarımı paylaşıb bəyənməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.